Keops piramidası Misirdə, Qahiranın şimalında Nil çayının qərb sahilində Gizə bölgəsində yerləşir. Keops piramidası Firon məzarıdır və Keops, onun oğlu Firon, Kafranın məzarı olan Kefren piramidası, həmçinin də onun oğlu olan Firon, Menkauranın məzarı olan Myker-İnos piramidası ilə birlikdə Eradan əvvəl 2700-2500-cü illər arasında inşa edilmiş və 3 piramid qrupunun ən böyüyü və ən təsir edicisi sayılır. Məhz bu səbəbdən həmin qrupdan dünyanın 7 möcüzəsinin biri kimi Keops piramidasının seçildiyi bilinir. Piramidanın ilk inşa edildiyi dövrdə hündürlüyünün təxminən 146 metr olduğu düşünülür. Lakin zamanla baş verən eroziya səbəbindən bu gün hündürlüyü 138 metrdir. Tabanındakı hər bir tərəf bərabər uzunluqdadır və bir tərəfin uzunluğu 230 metrdir. Piramidanın ümumi həcmi isə 2,5 milyon kub metrdir. 4000 ildən artıq bir müddət ərzində Keops piramidası dünyanın ən hündür quruluşu olaraq qalmışdır. Əslində bəşəriyyətin bundan daha bir hündür tikili inşa etməsi 19-cu əsrə qədər mümkün olmamışdı. Demək olar ki, simmetrik olan Misir piramidalarının müasir alətlər və ya ölçü avadanlıqları olmadan həmin dövrdə necə inşa edildiyi bu gün də alimləri düşündürür. Alimlər Misirlərin nəhəng daşları yerinə daşımaq üçün kötük makaralarından və xizəklərdən istifadə etdiklərinə inanırlar. Günəş tanrısı Ra'nın şüalarını təqlid etməsi məqsədi ilə maili divarlar əvvəlcə pilləli şəkildə inşa edilmiş, daha sonra əhəng daşı ilə doldurulmuşdur. Piramidaların içərisində məzar soyğunçuların qarşısını almaq üçün tələ qapıları və gizli otaqları yerləşirdi. Bu gün müasir arxeoloqlar xarabalıqları arasında bəzi böyük xəzinələr tapsalar da, piramidaların bir zamanlar içində olan xəzinələrin çoxunu piramidaların tamamlanmasından sonraki 250 il ərzində talan edildiyinə inanırlar.